Əsl HR necə olur? Bildiyimiz kimi HR funksiyası hər keçən gün daha əhəmiyyətli olur. Aktuallığı daha da artır bu mənada HR əməkdaşlarının. Bəs nə istənilir HR menecerdən? HR menecer ilk növbədə şirkətdə effektiv icranı təmin etməlidir. Yəni şirkətin strategiyasının, şirkətin hədəflərinin effektiv icrasını təmin etməlidir. Bu icra üçün təmin olunan əməkdaşları tapmalıdır, doğru insanlar, doğru iş mühiti, doğru korporativ mədəniyyət, doğru alətlər, yəni performans menecment və digər HR alətləri olmalıdır ki, şirkət hədəflərinə daha tez çatsın, daha keyfiyyətli şəkildə çatsın və daha sürətli şəkildə çatsın. Yəni iki əsas məsələni biz burada vurğulamalıyıq. Yaxşı HR işçisi odur ki, şirkətdə icranın effektivliyini artırsın. Bunu da o necə nail olur? İnsan resurslarının effektivliyi və səmərəliliyinin üzərində işləməklə.